qopuz öyrənciləri bu cələsədə bir ayrı təsnifi namozişin başlayıram. Bu təsnif şur dəstgahındadır, ay işığında adında. Az simlərin kökü di bemollu tuner hərfində, orta simdə di bemoldu. Müntəha edə bilsək bir surətdə zirbəmi olacaq orta simlər. Üst simlərimiz bi hərfini göstərir. Əvvəl cələsəsini başlayaq amuzişinə. Bu cələsə ahəngin dərvaqə müqəddəməsidir. Əvvəl və ikinci mizan. Bir dənə birinci barmağın la pərdəsində mizraf vurub, eləyə bilsək simi dartacaq içəri tərəfə, duvara qeytərək yerinə bu halət. Bu halət. La-ki vurduq, iki dənə poşt sərhəm orta simə re vuracaq. Səri halətdir. Bu halət. Bəs la, re, re. İdaməsində orta simə 3 dənə genə rast mizraf. Mizraflar bir surəti müsavi və aram vurulacaq. Yəni sürətləri çox olmayacaq. Bu halət. Re, 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 müsavi halət. Bəs oldu bu iki mizan. La, re, 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 re. Bu halət. İkinci mizana keçək. Yenə həman mizraf halət, mizraflar olacaq. Müntə əvvəl notumuz fəqət